Biz yuxuda olanda beyin bir növ öz zibilini təmizləyir. Buna elmi dildə limfatik sistem deyirlər. Belə ki, beynimiz sinir hüceyrələrinin yaratdığı tullantı maddələrini bu sistem vasitəsilə xaric eləyir. Bu proses isə sadəcə dərin yuxuda mümkün olur. O bəzən olur, xeyli yatırsan ancaq deyirsən ki, yuxumu alamamışam. Bax, bu dərin yuxu olmayanda nə qədər istəyirsən yat, yenə də elə hiss eləyəsən. Çünki beynin zibili təmizləməyib. Bu proses vaxtı çox maraqlı şeylər baş verir. Bir növ beynimiz dərin yuxuda olanda büzüşür. Neyronlar arasındakı məsafə artır. Bu da beyin mayesinin tullantıları daha rahat yumağına şərait yaradır. Elə bil bağırsaqda olan proses beyində gedir. Kanalizasiya sisteminə malik olduğumuzu düşün. Bu limfatik sistem düzgün işləməyəndə toplanan bəzi zülallar nəticəsində hətta Alzheimer yarana bilər. Ümumən, əgər uzun müddət düzgün rejimdə normada yatmasan, yaddaş pozuntuları, diqqətini cəmləyə bilməmək, sürətli qocalma, unutqanlıqla və digər problemlərdən üzləşə bilərsən.